Xaçmaz rayonunun Xudat şəhəri, Azərbaycanın şimalında yerləşən bu torpaqda 29 fevral 2004-cü ildə bir oğul dünyaya gəldi. David Cəlilov. O ailənin yeganə oğul övladı idi. Uşaqlıq illəri arzularla, ümidlərlə keçdi. Qəlbi daim vətən üçün döyünən David hələ kiçik yaşlarından polis olmaq arzusunda idi. Davidimin uşaqlıqdan onun bir tapancası var idi. Həmişə silahlara önəm verərdi. Həmişə atasına silah aldırtardı, tapanca olardı, avtomat olardı. Deyirdi, mən böyüyəndə polis olacağam. Yəni elə bir ki, polis olmaq üçün o böyümüşdü. Həmişə döyüş oyunları oynayardı. Narahat da olurdım ki, bir ana kimi. Deyirdim, oğlum, bu qədər döyüş oyunlarını oynama da, çox narahatam. Deyirdim, sən döyüşə hazırlaşırsan, deyib zarafat edirdim, o da gülümsəyirdi. Oğlum Cəlilov David Rafoğlu 2004 Xudat şəhərində fevralın 29-u dünyaya göz açmışdı. Deməli, çox sevimli, üzü gülər, zarafatçıl bir övlad olub, iki bacının bir qardaşı. Yəni, bacılarından çox-çox yaşca kiçik olduğundan bacılar da anana bərabər bir yerdə onu böyütmüşük. Yəni, onun nazını, qayğısını çox çəkdik də. Yəni, evin ərköyünü idi, son beşiği idi, yəni ərköyündə idi. Amma get-gedə böyüdükcə o ərköyünlük əsarət qalmadı. Əksinə, bacılarını müdafiə etməyə çalışırdı. Evdə hər işdə kömək eləyirdi bizə. Məktəbdə oxuyarkən müəllimlərin sevimlisi idi. Sinif yoldaşları çox istəyirdi xətrini. Çünki zarafatları vardı, deyib gülməyi var idi. Şəkli də həmişə şərəf lövhəsində olardı. Özü ən çox idman oyunlarına, yəni döyüş oyunlarına, sonra David dedi ki, mən polis olacağam. Özü də ki, polisin deməli, hansı bölməsi əməliyyat cinayətkarlara qarşı mübarizə o bölməsində işləyəcəm deyirdi. Mən cinayətkarlara qarşı işləyəcəm, ana deyirdi. Mən zəhmətlə böyüyürdü də. Yəni, atası da sadə zəhmətkeş bir ailənin bir insanı olub. Yəni, biz sadə bir ailədə böyümüşdü David də. Ona görə zəhmətin qədrini bilirdi, dəyər verirdi. Həm idmanla, həm deməli, üzgüçlüyə də gedirdi. Yarışlarda birinci yeri qazanıb, neçə dəfə tərtifnamə ilə tərtif olunub. Onun böyüdüyü vətən torpağı hər zaman qəhrəman oğullara ehtiyac duyurdu. David də bu torpağın qeyrətli övladı kimi yetişdi. Vətənə sevgi ilə, bayrağa sədaqətlə. Vətən sevgisi sadəcə bir söz deyil, o lazım gəldikdə canından keçmək deməkdir. David Cəlilov da elə bu amalla yaşayırdı. 18 yaşında Gəncəyə quru qoşunlarında xidmət eləməyə getdi. O vaxt Şəmkirdə onların təlimləri olurdu. Onun peşəkarlığını, silah atmağını, bacarığını görərək onu duşlayıcı kəşfiyyatçı bölməsinə yazıldı. Özü də könüllü olaraq kəşfiyyatçı kimi xidmət eləməyə başladı. 3 ay yarımdan sonra o Goranboyda hərbi xidmətinə davam elədi. O deməli, o vaxtda nümunəvi əsgər kimi hər bir təlimdən bacarıqlı keçirdi. Komandir heyəti həmişə əsgərlərə nümunə göstərərdi Davidi. Deyirdilər ki, David kimi oluz. Çünki David özü olan yerdə deyirdi ki, bizə ehtiyac yoxdur da. Yəni, əsgərləri ona təhkim eləyirdi. Onların təlimləri, komandanın təlimləri daha çox çətin olurdu. Həmişə dağda, daşda olurdu, poligonlarda olurdu. Yəni, yağış, qara baxmayaraq onların döşəyi torpaq idi, yorğanı da yağış, qar, belə. Özü 2022 qisas əməliyyatı dövründə onlar Cermukda idilər. 2 ay idi Kəlbəcər, Cermuk. Yəni, bütün Qarabağın bir çox bölgələrini onlar qarış-qarış gəzdilər və o döyüş vaxtı o da düşmənə qarşı döyüşdü. Və o vaxtda yanında yaralılar oldu, şəhidlər oldu. O vaxt David biraz da ölümü gördü və bildi ki, düşməndən qisas almaq vaxtı gələcək və onlar artıq 2 ay Şəmkirdə Zinabir kurslarını da keçəndən sonra o da könüllü yazılmışdı. David döyüş qrupuna yazılmışdı. Özü də onun orada 2 qrup var idi, ehtiyat və döyüş qrupu. Ona deyəndə ki, ehtiyatda qal David. Dedi, yox, mənim təxlisimə az da qalsa, mən elə bu qrupda təlimlərdə olacağam və döyüş olarsa döyüşdə də olacağam. Komanda kəşfiyyat bölüyündə xidmət edən David Cəlilov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilən
uğurlu lokal antiterror əməliyyatları zamanı Ağdərə rayonunda vətən uğrunda canından keçdi. Vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zirvəsinə ucaldı. Əsgər yoldaşı gələndə bizə danışırdı ki, zarafata salıb deyirdi ki, mən sağ qayıdacağam, amma siz ola bilsin ki, sizlərdən kimsə şəhid olacaq. Sonra biz də güləndə deyirdi, yox, əksinə, mən özüm şəhid olacağam deyirdi. Siz sağ qayıdacaqsınız və mənim üçün məni xatırlayarsınız. Çünki onun elə bir ki, arzusu idi yəqin ki, çünki yaralı olanda onun geri qayıtmaması, daha da irəli getməsi, torpağı bizimdir deməsi, yəni biz onu torpağı geri götürməsək düşməndən, yəni bizə rahatlıq yoxdur deməsi. Deməli 19-u qızğın döyüşlər səngiyəndən sonra gecə də döyüşlər oldu. O yaralı olsa da onlar birgə o postu düşməndən qoruyub saxlaya bildilər. Düşmən özü də ki 2020-ci ildən bəri onlar yaxşı silahlanmışdılar. Özü də onların istiqaməti Ağdərə istiqamətində yüksəkliklər idi. O yüksəkliklər də düşmənin zinarpeçlərində idi. Bilə-bilə ki, belə bir qarşıda ölüm var. Onlar qorxmadan irəli getdilər. Ona görə şəhidlərimiz də çox oldu, yaralılar da oldu. Amma David elə oldu ki, düşmənin gülləsi də, dronu da, qəlpəsi də ona heç bir təsir olmadılar. Yəni o möhkəm xarakterli bir oğul idi, həm güclü, qüvvətli idi. Amma o gecəni gözü qırpmadan postu saxladılar. Səhər artıq döyüş üzə səngimişdi. Amma yenə də əmr verilməmişdi ki, yəni döyüş davam edə bilərdi. Çünki düşmənə etibar yox idi. Düşmən yenə düşmənçiliyini elədi. Sakitlik olandan sonra yenə də mərmilərini atdılar, yəni şəhidlərimiz oldu. O vaxt artıq Davidlə əsgər yoldaşı postda idilər və o postda özləri də şəhid oldular. Allah rəhmət eləsin, ana. Allah səbir versin. Cəlilov David, Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edildi. Yaralı olub, yaralı olanda hərbiçi yoldaşları geri təxliyə olunub, əsgərləri özü bir neçəsini neytraldan çıxarıb. Amma özü geriyə getmək istəməyib. Çünki onun əlinə elə bir fürsət düşmüşdü ki, illərlə o döyüşə hazırlaşırdı. Doğrudan da hazırlaşırmış ki, o döyüş günü geri qayıtmaq yox dedi. Ancaq sonaca mən döyüşəcəm dedi. Biz bir qayıdacaq, əgər qayıtmaq qismətimizdə nəsib varsa. Amma qismətində şəhid kimi qayıtmaq oldu. Düzdür, qələbə qazandıq, amma o qələbəni bir çox şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına, sağlamlığı bahasına qazandıq. Bugün onun adı qürurla çəkilir. Çünki şəhidlər ölmür. Onlar millətin yaddaşında, dalğalanan bayraqda, azad səmalarda yaşayır. Bayrağımız da daimi dalğalansın, yüksəkliklərdə o bayrağa görə, torpaqlarımızın görə bizim balalarımız canından fəda verdi. Mən də oğlumla daima fəxr eləmişdim. İndi daha çox qürur duyuram ki, şəhid olaraq tarixə düşdü. David Cəlilov, vətənin igid oğlu. Qısa ömür, əbədi şərəf. Ruhun şad olsun, qəhrəman oğul.